Bismillahirrahmanirrahim və bihi nəstəin. Hz. Əli əleyhissalamın gözəl bir kəlamı var. Əli əleyhissalam buyurur ki, Qiymətur rəculi alə qədri himmətihi. Hər bir insanın dəyəri onun istəyi qədərdir, himməti qədərdir. İnsan özünü, dəyərini ölçə bilər. Yəni, insan edə bilər ki, mən nə qədər dəyərliyəm Allah dərgahında. Baxmalıdır öz istəklərinə, öz arzularına, öz himmətinə. Mən nə istəyirəm həyatda? Allahın bəndəsi olmaq istəyirəmsə və bunun üçün çalışıramsa, Allah bəndəsi qədər dəyərim olacaq. Yox, Allahdan başqa hər şeyə bəndə olmaq istəyirəm. Şeytanın qulu oluram. Şeytanın dediklərini yerinə yetirirəmsə, dəyərim Allah yanında şeytan qədər olar. Yaxşı əməllər, dəyərli əməllər, ali əməllər yerinə yetirirəmsə, Allah dərgahında bəyənilən əməllər yerinə yetirirəmsə, qiymətim, dəyərim o qədərdir. Əgər bir insan səxavətli olmaq istəyirsə, himməti budur. Səxavətin dəyəri Allah yanında nə qədərdirsə, onun dəyəri də o qədərdir. Yox, əgər bir insan paxıl olmaq istəyirsə, onun dəyəri Allah dərgahında paxıl qədərdir. Əgər bir insan Allah yolunda mübarizə aparmaq istəyirsə, mübariz insanların dəyəri qədərdir onun dəyəri. Hər bir insan özünə baxmalıdır ki, mən Allah dərgahında nə qədər dəyərliyəm, baxmalıdır öz istəklərinə və öz əməllərinə. Və təbii ki, insan müstəqil olaraq özünü bu cürünə qələmə verməməlidir ki, mən şəxsən bacararam bunu yerinə yetirə bilərəm. Yox, dəyərli olmaq üçün, dəyərli əməllər yerinə yetirmək üçün insan Allaha möhtacdır. Allahın fəzlinə, Allahın köməyinə möhtacdır. Namazda iki cümlə, o cümlə ki, biz bütün namazlarda Fatihə surəsində onu qeyd edirik. Fatihə surəsini qeyd edirik və o cümlələri də qeyd edirik. İyyəkə nə'budu və iyyəkə nəstə'in. İlahi, sənə ibadət edirəm, yəni sənə bəndəyəm və dərhal sənə ibadət edirəm sözünü deyəndən sonra İyyəkə nəstə'in. Sənin köməyin olmasa, sənə ibadət də edə bilmərəm, sənə bəndə də ola bilmərəm. Yəni, sənə ibadət etməkdə belə müstəqil deyiləm. İnsan bir şükür yerinə yetirirsə, o şükrü yerinə yetirmək gücünü, qüvvətini, fəzilini ki, Allah Teala ona verdi, onun üçün də bir dənə şükür dərhal etməlidir. İlahi, şükür olsun ki, sənə şükür edə bildim. Allahın inayəti olmasa, bu işlər yerinə yetirə bilməz insan. Baxın, Allah Teala Qur'an-ı Kərimdə məşhur bir ayə buyurur ki, فَلَوْلَا فَضْلُ اللّٰهِ وَرَحْمَتُهُ لَكُنْتُمْ مِنَ الْخَاسِرِينَ. Allahın fəzl və rəhməti sizin üzərinizə olmasa, sizə olmasa, köməyi olmasa, Allahın inayəti sizə olmasa, xəsarət içində olarsınız. Düzdür, Allahın ümumi fəziləti və rəhməti hər bir şeyi əhatə etmişdir. Amma Allahın xüsusi rəhmətini qazanmaq üçün insan çalışmalıdır. Allahın xüsusi fəzli möminlərə şamildir. Təkcə insan gərək bunu Allahdan istəsin, bunu istəmək lazımdır. Həmişə belə olmamalıyıq ki, ilahi bizə cənnət ver. Və yaxud həmişə bunu istəməməliyik Allahdan ki, ilahi bizi cəhənnəm odundan saxla. Bəli, cəhənnəm odundan qorunmaq lazımdır, cənnət də istəmək lazımdır. Amma biraz yuxarını gərək istəyək Allahdan. Yuxarını da gərək Allahdan istəyək. Allahın xüsusi inayət və nəzarətini özümüzə gərək cəlb edə bilək. Bunun üçün çalışmaq lazımdır. Baxın, Allah Teala Qur'an-ı Kərimdə bir ayə buyurur ki, وَعَدَ اللّٰهُ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِ مِنْ تَحْتِهَا الْأَنْهَارِ. Möminlərə Allah Teala cənnət vədi verib. Altından çaylar axan cənnətlər, xalidinə fiha və məsakinə tayyibətin fi cənnati adnin, əbədi orada qalacaqlar və gözəl məskənlər olacaq
və ədn cənnəti də Allah Taala verəcək. Amma sonda Allah Taala buyurur ki: "Və ridvanun minallahi ekber. Zalika huvel fawzul azim." Allahın xüsusi razılığını qazanmaq bu daha böyükdür. Əgər sən Allahın xüsusi razılığını qazansan, Allah səndən razıdırsa, sənə cənnət də verəcək, səni cəhənnəmdən də qoruyacaq və digər mükafatlar da olacaq. İnsan böyük şeylər istəsə, Allah Taala öz fəzl və rəhmətini ona şamil edər. Yəni bizim istəklərimiz, himmətimiz, arzularımız həmişə böyük olmalıdır. Allahın fəzl, o rəhmət və fəzl qapıları, böyük işlərin qapılarının da açarı əlimizdədir. Allah Taala bunun açarını bizim öz əlimizə verib. İstəyək, himmət edək və həmçinin də istəyimizlə əməlimiz uyğun gəlsin. İstəməkdən danışırıq, istəmək mühümdür, amma istəklə əməl də gərək nə olsun? Gərək uyğun olsun. Əgər istəsək biz Allahın fəzl və rəhmət qapılarını üzümüzə açaq, gərək istəyimizlə əməlimiz eyni olsun. Allahın fəzl xəzinəsi genişdir. Açarı da bizim əlimizdədir. İstə və istəyinə uyğun əməl elə, Allah Taala sənə verəcək. Açar, yəni ərəb dilində miftah deyirlər ona. Miftahın əksi miğlaq deməkdir. Bir açar həm bağlayır, həm açır. Allah Taala o istək açarını verib bizim əlimizə. Biz istəsək onu bağlayarıq, istəsək açarıq. Əgər himmətimiz böyük olsa, istəyimiz böyük olsa və əməlimiz ona uyğun olsa, o açar bizim üçün Allahın fəzl qapılarını açacaq. Yox, əgər belə olmasa, istəyimiz olmasa və yaxud istəyimiz olub əməlimiz ona uyğun olmasa, o açarla biz o qapını bağlamış olarıq. Həmişə insan hər hansı bir şey istəyəndə gərək əməlləri də ona uyğun olsun. Baxın, çox şey istənilir cəmiyyətdə. Birlik istənilir, vəhdət istənilir, həmfikir olmaq istənilir. Baxaq görək, bu vəhdəti ki istəyirik biz, birliyi istəyirik, güclənməyi istəyirik. Buna uyğun əməllərimiz var, yoxsa yox? Yoxsa əməllərimiz dağıdıcıdır, amma istəyimiz vəhdətdir. Əməllərimiz dağıdıcıdır, amma istəyimiz birlikdir. Əməllərimiz uyğun deyil istəyimizə, amma istəyimiz məsələn təşkilatçılıq, təşkilatlanmaq və s. işlər ki, böyük işlər ki istəyirik, heç bir əməlimiz ona uyğun gəlmir. Bu istəyə bir şey vermirlər. Bu ona bənzəyir ki, mən islanmaq istəmirəm, amma yağışın altından da çəkinmirəm. İnsan əgər islanmaq istəmirsə, gərək yağışın altından çəkinsin ki, ona su dəyməsin. Bu baxımdan çox mühümdür ki, insan Hz. Əli əleyhissalamın hədisinə uyğun olaraq əgər dəyər qazanmaq istəyirsə Allah yanında himmətini, istəyini böyük eləsin. Əgər o himmət, o istəkləri həyata keçirmək istəyirsə, əməllərini ona uyğun qərar versin. Bu istər elm öyrənmək olsun, istər təşkilatçılıq olsun, istər vəhdət təşkil etmək olsun, istər ictimai işlər olsun və s. Hamısında mühümdür ki, insan 1. istəsin, istəyi olsun, himməti olsun. 2. istəyinə və himmətinə uyğun əməllər yerinə yetirsin ki, o fəzil, fəzilət qapıları insanların, cəmiyyətin üzünə açılsın ki, nəticədə bir nəticə alınsın.